Avtobus parkında 30 və 45 yerlik avtobuslar var. Bu avtobusların sayları uyğun olaraq 5-3 nisbətindədir. 30 yerlik avtobusların sayı 45 yerlik avtobusların sayından 8 ədəd çox olarsa, bu növ avtobusların hər birinin sayını tapın. 30 yerlik avtobusların sayı 5x-dir. 45 yerlik avtobusların sayı isə 3x-dir. Və şərtdə birinci məsələdə deyir ki, 30 yerlik avtobusların sayı 45 yerlik avtobusların sayından 8 ədəd çoxdur. Yəni 5x - 3x bərabər 8, x bərabərdir 4. Deməli 5 vur 4 bərabərdir 20, 3 vur 4 bərabərdir 12. 35 yerlik avtobusların sayı 20'dir. 45 yerlik avtobusların sayı isə 12'dir. Cavab 35 və daha doğrusu 20 və 12'dir. Nisbətindədir. 45 yerlik avtobusların sayı 30 yerlik avtobusların sayından neçə faiz azdır? Deməli 35 yerlik avtobusların sayı 5x-dir. 45 yerlik avtobusların sayı 3x-dir. Bizdən soruşur 3x 5x-dən neçə faiz azdır? Əvvəlcə 3 5-in neçə faiz olduğunu tapaq. Yəni 3x böl 5x vur 100 bərabərdir 60 faiz edəcək. 100-dən 60 çıxsaq, deməli 40 faiz azdır. Cavab 40. 240 sərnişinin avtobusdakı yerləri tam doldurmaqla ən az neçə avtobusa və necə yerləşdirmək olar? Avtobusların sayının az olması üçün biz 45 yerlik avtobusların sayını çox götürməliyik. 30 yerlik avtobusların sayını isə az götürməliyik. 30 yerlik avtobusların sayını bir dənə götürsək, 30 yerlik götürsək, 240-dan 30 çıxsaq, 210 olar. 210 isə 45-ə bölünməyəcək. Deməli, 1 götürə bilmərik. 2 dənə 30 yerlik götürsək, 2 30 yerlik. Yəni, biz 30 yerliyi az götürməliyik ki, avtobusların sayı az olsun. Yəni, 45 yerlikdən çox götürsək, daha az avtobus götürmüş olaraq. 2 30 yerlik avtobus götürsək, 30 vur 2 deməli olacaq 60. Deməli 60 nəfər yerləşdirsək, 240-dan 60 çıxsaq 180 olar. 180 nəfərdə 45 nəfərlik avtobusları yerləşdirə bilərik. 180-i bölsək 45-ə eləyəcək 4. Deməli 4 45 yerlik, 2 30 yerlik ən az deməli 6 avtobus 2 üstə gəl 4 bərabərdir 6. 240 nəfəri biz deməli bütün yerləri doldurmaq şərti ilə, yəni avtobusdakı yerləri ən azı 6 avtobusa yerləşdirə bilərik. Cavab 6.